Salam kanalımızın dəyərli izləyiciləri. Bu dərsimizdə riyaziyyat natural ədədlər mövzusunu öyrənməyə davam edirik. Modul ədəd anlayışı. Modul ədəd anlayışı. X 3 xətt modul işarəsi, Y mötərizədə mod M. Modul latın sözü olub modulus, yəni ölçü mənasını verir. Lakin burada öyrənəcəyimiz modul ədədlər ölçü deyil, bölən mənasında işlənir. Məlumdur ki, qalıqlı bölmə x bölünsün m bərabərdir sy və ya çubuqlu bölmə kimi ifadə olunur. Gəlin bunu göstərək. Biz artıq bilirik ki, qalıqlı bölmə ya bu şəkildə yazılır, və yaxud da bu şəkildə yazılır. Modul ədəd anlayışında isə bu yazılış x bölünsün m bərabərdir s mötərizədə y əvəzinə buradakı kimi ifadə olunur. Baxın, qalıqlı bölmə biz bilirdik ki, ya bu şəkildə, ya da bu şəkildə yazılır. Modul ədəddə isə modul ədəd anlayışında bu formada göstərilir. Yəni x-in m-ə bölünməsindən alınan qalıq y-dir. Baxın, bu hər üç formanın üçündə də biz bilirik ki, x-in y-ə m-ə bölünməsindən alınan qalıq y-dir. X-in m-ə bölünməsindən alınan qalıq y-dir. Baxın, burada x bölünən, m bölən, s qismət, y isə qalıqdır. Burada da həmçinin x bölünəndir, m böləndir, s qismətdir, y isə qalıqdır. Deməli, bildik ki, bunun hər üçündə x-in m-ə bölünməsindən alınan qalığın y olduğu bildirilir. Baxın, bu şəkildə görəndə bilin ki, burada x mötərizənin içindəki ədədə bölünüb və qalıq bu alınıb. Yəni, bir dənə misala baxaq. Bunu istəyirəm ki, yaddaşda saxlayaq biz. Səndə ehtiyac yoxdur. Yeni səhifə açaq və davam edək. Bir misala baxaq. 28 modul işarəsi x və mötərizədə də mod 5. Burada deyir ki, x nəyə bərabərdir? X-i tapın. 28-in 5-ə bölünməsindən alınan qalıq. Yəni, burada biz x-i necə tapmalıyıq? X-in 5-ə bölünməsindən alınan qalıq budur. Biz bildik ki, modulun bu şəkildə yazılışında
buradakı ədədin mötərizənin içərisindəkinə bölünməsindən alınan qalıq mötərizənin sonundakı bu ədəddir. X-i bölürük, 28-i bölürük 5-ə. Beş dəfə eləyəcək 25. Qalıq 4. Üzr istəyirəm. 3. Yəni 28 mod işarəsi 3, burada da mod 5. 28-in 5-ə bölünməsindən alınan qalıq 3-dür. Deməli, burada x nədir? 3-ə bərabərdir. Başqa bir misalımıza baxaq. X 3-2 mod işarəsi, diqqət edin, modum yox, mod işarəsi 7 mod 8. X-in mümkün qiymətlərini soruşur. Mümkün qiymətləri. X nələr ola bilər? Baxın, buradakı ədədi bilirik ki, buna böləndə bu qalıq alınır. Neçəsə tam düşür və bu qalıq alınır. Gəlin 2-ni tənlik kimi, necə ki tənlikdə, məsələn, burada bərabərlik olsaydı, bunu sağa keçirtmək olardı. Eləcə sağa keçirdək. Mod işarəsi 7 çıxılsın 2. Baxın, buradan bunu da öyrənmiş olursunuz ki, bunu keçirtmək olar, sağa keçirtmək olar. Əks işarə ilə sağa keçirtdik. Eyni yerə tənlik həll edərkən etdiyimiz kimi. Mod 8 X biraz sərqən olsun. Mod işarəsi 7-dən 2 çıxanda 5 və mod 8. Deməli, X elə bir ədəddir ki, 8-ə böləndə qalıqda 5 alınır. X-in bu qiymətlərin gəlin tapaq, mümkün qiymətlərini deyir tapın. X nə ola bilər ki? X bizdə nə ola bilər ki? 8-ə bölünəndə qalıqda 5 alınsın. Birinci, 5 özü. 8-ə böləndə qalıqda 5 alınır. Daha sonra isə bunu 8 artıra bilərik. Məsələn, üstünə 8 gələk. 13. 13-ü 8-ə böləndə qalıqda neçə alınır? 5 alınır. Sonra ola bilər 8 artırırıq yenə 21. Sonra 8 artırırıq 29. 8 artırırıq neçə olacaq? 37. Bu şəkildə davam edir. Sonsuza qədər. X-in mümkün qiymətləri. Sonra bir də mənfi ədədləri də yoxlayaq.
bilirsiniz ki, mənfi ədədləri də, mənfi tam ədədləri də nəzərə almaq lazımdır. Məsələn, buradan yəni yuxarını mən silim. Yuxarıdan yazaq. Bunu da kəsək yuxarı yapışdıraq gəlin. Aha. X1-də nələr ola bilər? Mənfi ədədlərdən hansıdır ki, 8-ə bölünəndə qalır 5 alınsın? Yəni, hansı mənfi ədədin üzərinə 8 gələndə qalır 5 alınır? Ən kiçik. Yəni, baxaq. Mənfi 3. Mənfi 3-ün üzərinə 8 gələndə, mənfi 3-ü 8-ə böləndə qalır da 5 alınır. Sonra bunu 8 artıraq. 8 gələndə üzərinə eləyəcək 5. Sonra üzərinə üzr istəyirəm. Mənfi 3, sonra 8 çıxırıq. Mənfi 11. Sonra yenə 8 çıxırıq. Mənfi 19. Sonra yenə də 8 çıxırıq. Mənfi 27. Və bu şəkildə sonsuza qədər davam edir. Gəlin bunda qaranlıq qalmasın deyə fərz edin ki, belə ədəd oxudu. Gəlin düz xətt üzərində göstərək. Baxın, ədəd oxudu fərz edin ki, belə. Baxın, bu orta nöqtə olsun. Bura tutalım ki, 0. Sıfır olsun. Və bura 5. Artıq 8 artacaq. 13. Sonra 8 artacaq yenə. Bura eyni olmalıdır. Baxın, bu məsafələr eyni olmalıdır. 21. 8 yenə artacaq. 29. Bu mənfi 3 niyə oldu, onu göstərəcəm. İzah olsun, aydın olsun deyə belə göstərirəm. Sonra 37. 31-ə oxşadı, ona görə 7-ni sərgən yazaq. Məsələn olsun, 37-nin üzərinə 8 gələndə 45 və s. Bu qaydada gedir. Sonra buradan 8 çıxaq. 5-dən 8 çıxanda necə eləyir? Mənfi 3. Mənfi 3. Mənfi 3-dən yenə 8 çıxırıq. Neçə eləyəcək? Mənfi 11.
mənfi 11. Sonra mənfi 11'dən çıxırıq. Yəni bunu biraz buradan yazıram. Mənfi 11. Mənfi 11'dən 8 çıxırıq. Mənfi 19. Mənfi 19'dan 8 çıxırıq. Mənfi 27. Mənfi 27'dən 8 çıxırıq. Yəni üzərinə elə bil ki, mənfi 8 gəlirik. Mənfi 8, mənfi 8 artır da sol tərəfə doğru. Mənfi 8 gələndə 35. Sonra yenə mənfi 8 üzərinə gəlirik. Mənfi 43. Hər iki tərəfə doğru baxın belə gedir. Yəni x-in ala biləcəyi mümkün qiymətlər baxın bu ədəd oxu üzərindəki qiymətlərdir. Buradan sağa doğru 8, 8 artır. Buradan da sona doğru mənfi 8, mənfi 8 artır. Yəqin ki, aydın oldu. Keçək digər misalımıza. İki çıxılsın x. Qalıq 4'in y mod 7. Mod 7. Burada x bərabər olduğu çoxluğu tapaq. Baxın, bunun tənlik kimi hər iki tərəfi mənfi 1'ə vursa, bilirik ki, mənfi 1'ə vuranda, məsələn, 2 çıx 2, 2 çıx x, eşitdir x çıx 2. Mənfi 1'ə vuraq hər iki tərəfi, x çıxılsın 2, mənfi 4, mod 7. Baxın, mənfi 1'ə vuranda mod mənfi 7 olmur, ha? Mod 7 olaraq qalır. Bu mod ifadələrində, deməli, hər iki tərəfi tənlik kimi mənfi 1'ə filan vuranda, hər hansı mənfi ədədə vuranda, mötərizənin içində təsir eləmir. Yəni, o nəyəsə vuranda, böləndə, o mötərizənin içindəkinə təsir eləmir. Onu vurmuruq. Mötərizənin ancaq çönünə aiddir. Bu x çıx 2, mod mənfi 4, mod 7. Bunun hər iki tərəfinin üzərinə 4 gəlsək, baxın, x çıx 2, üzərinə gəl 4, mod işarəsi, mənfi 4, üstə gəl 4. Yenə təkrar edirəm, modun içərisi olduğu kimi qalır hər zaman. Mod 7. Baxın, olacaq bu x üstə gəl 2.
Mənfi 4-ün üstünə 4 gələndə 0. Mod 7. Deməli, x üstəgən 7 nədirsə, onu 7-yə tam bölünən ədəddir. Baxın, bu x üstəgən 2, 7-yə böləndə qalıq 0 alınırsa, deməli, x üstəgən 7, x üstəgən 2 ifadəsi 7-yə tam bölünən ədəddir. Bilirik ki, ədədi nəyəsə bölünəndə qalıq 0 alınmağı nə deməkdir? Həmin ədədin məsələn, ədədi 7-yə böləndə qalıq 0 alınırsa, deməli, bu ədəd yəni 7-yə bölünən ədəddir. Tam bölünür. Burada da baxın, x üstəgən 2-ni bölmüşük 7-yə, qalıq 0 alınıb. Deməli, x üstəgən 2 ədədimiz, bu x hər nədirsə, x üstəgən 2 7-yə tam bölünür. 7-yə tam bölünənlərin gəlin çoxluğuna baxaq. X üstəgən 2. Bu hansı çoxluqdur? 7-yə tam bölünənlər. Mənfi 28. Mənfilərdən başlayaq getməyə. Mənfi 21. Mənfi 14. Mənfi 7. Sonra 0. Sonra 7, 7 artacaq yenə. 7, 14, 21, 28. Yəni bunu belə yazaq. Baxın, sonsuzluqdan gəlir bura. Və buradan da sonsuzluğa gedir. İndi burada x onda nə olacaq? Sonsuzluqdan yenə başladı. Bunun hər birindən x-i çıxırıq. Mənfi 28-dən x-i çıxanda, mənfi 28-dən x çıxanda neçə eləyəcək? 2 çıxanda neçə eləyəcək? Mənfi 30. Sonra bunu da belə, baxın, belə çoxluq formasında yazaq. Sonsuzluqdan gəlir. Mənfi 28-dən 2 çıxanda mənfi 30. Sonra mənfi 21-dən 2 çıxanda mənfi 23. Mənfi 14-dən 2 çıxanda mənfi 16. Sonra mənfi 7-dən 2 çıxanda neçə eləyəcək? Mənfi 9. Sonra 0-dan 2 çıxanda mənfi 2. Sonra 7-dən 2 çıxanda 5. Sonra 14-dən 2 çıxırıq 12. 21-dən 2 çıxırıq 19. 28-dən 2 çıxırıq 26. Buradan da gedik sonsuzluğa və çoxluğumuzu bağlayaq. X-in deməli aldığı çoxluq budur. Yəqin ki, aydın oldu, asan bir misal idi. Keçək digər misalımıza.
79 mod işarəsi. Burada alınır 7. Sonra mod A. Mod A. A böyükdür 1 olarsa, 1 olarsa A'nın mümkün qiymətlərini tapın. A'nın mümkün bütün qiymətləri sual. Baxın 79'u bu A nədirsə ona böləndə qalır 7 alınıb. Və A da bilirik ki 1-dən böyükdür. A'nın mümkün qiymətlərini direkt tapın. Əvvəlcə istəyirsiniz siz özünüz də saxlayıb burada videonu saxlayıb özünüz də həll edə bilərsiniz. A böyükdür 1 olduğunda gəlin birinci baxaq. Yetmişdə 7 və burada A. Artıq biz bunu həll etməyin üsulunu bilirik. 7-ni keçirəcəyik əks işarə ilə sol tərəfə. Çıx 7. Mod işarəsi qalır. Burada 0 olacaq. Və mod A. Mod A. Yetmiş doqquzdan 7 çıxanda neçə eləyəcək? 72. Mod işarəsi 0. Mod A. Deməli, 72-ni A nədirsə ona böləndə qalır 0 alınır. 72 A-ya tam bölünür. A böyükdür 1 olduğundan 72-nin natural bölənlərinin sayını tapıb çıxırıq. Yəni, baxın burada 72 bu A nədirsə ona böləndə qalır 0 alındığı üçün bizə aydın olur ki, 72 A-ya tam bölünür. Bu A nədirsə A-ya tam bölünür, qalıqsız bölünür. Yəni, A 72-nin tam bölənləridir. Baxın, bu A 72-nin tam bölənləridir. Və həmçinin A böyükdür 1 olduğundan 72-nin natural bölənlərinin sayını tapıb çıxırıq. Yetmiş ikinin natural bölənlərini necə tapırdıq? Sadə vurğularını ayıraq əvvəlcə. 36 2-yə 18 2-yə 9 3-ə 3 şu da 3-ə 1. Deməli, 72 bərabərdir 2-nin kubu 3-ün kvadratı. 2-nin kubu vur 3-ün kvadratına. 72 burada. Baxın, bu şəkildə sadə vurğuların hasili şəklində göstərdik. 72-nin natural bölənlərinin indi sayını tapaq. Ədədin natural bölənlərinin sayını necə tapırdıq? Ədədi birinci sadə vurğuların hasili şəklində göstərirdik. Sonra o qüvvətlərin üzərinə 1 gəlib hasilini tapıb ondan 1 çıxırdıq. Yəni 3 üstə gəlinsin 1
vurulsun 2 üstəgəl 1 çıx 1 bərabərdir. 3-ün üstə 1 4, bu da 3. 4'ü 3'e 12, 12 çıx 1 bərabərdir nəyə? 11'ə. Deməli bizdə cavab nə oldu? 11. Təkrar gəlin bu misalı izah edək. 7-ni əks işarə ilə bura keçirdik. Elə bir hər iki tərəfdən tənlik kimi 7 çıxdıq. Burada qaldı 72 0. 72 deməli bu A nədirsə ona böləndə qalıq 0 alınır. O deməkdir ki, A 72-nin bölənidir. 72 A-ya tam bölünür. Ədədin deməli bu 72-nin bölənlərinin sayını tapmalıyıq. Natural bölənlərinin sayı. Birinci 72-ni sadə vurğularına ayırıb sadə vurğuların hasili şəklində göstərdik. Və natural bölənlərin sayı da bilirdik ki, düsturu o idi ki, sadə vurğuların qüvvət üstünləri üzərinə 1 gəlib hasilini tapıb 1 çıxırdı. Keçək növbəti misalımıza. Bugün həftənin ikinci günü olarsa, 95 gün sonra həftənin neçənci günü olacaq? Baxın, bugün həftənin ikinci günüdür. Bu günləri həftənin ikinci günüdür. Belə yazın. Bugün ikinci gündür. 95 gün sonra. ...95 gün sonra sual. Baxın, bugün həftənin ikinci günüdür. 95 gün sonra neçənci günü olacaq? Həftənin günlərindən bəhs olunduğu üçün burada modul ədəd neçə olacaq? 7. Həftə neçə gündən ibarətdir? 7 gündən ibarətdir. Buna görə də bizim modul ədədimiz neçə olacaq? 7. Bu 7-yə diqqət edin. 7 ilə 7-dən istifadə edib həll edəcəyik bu misalı. Həftənin günlərini qalıqlara görə gəlin nömrələyək. İkinci gün qalıq 0'dır. Çünki bugün ikinci gündür. Üçüncü gün qalıq nə olacaq? 1. Çünki bir gün artıq. Elə bil ki, bu gündən başlayırıq. 7-yə bölməsindən alınan qalığı tapırıq. Bu gün ikinci gündür. Qalığımız 0'dır. Üçüncü gün sabah 1 olacaq. Dördüncü gün 2 olacaq. Beşinci gün 3 olacaq. Altıncı gün 4 olacaq. 7-ci gün, yəni bazar günü 5 olacaq qalıq. Və sonra gəlir növbəti həftə 1-ci gün qalıq 6 olacaq. Sonrakı artıq 2-ci gün, sonrakı həftə ki başlayır. Sonrakı ikinci gün qalıq yenə 0 olur. 7-7 gedir də, yəni həftə 7 gündən ibarətdir deyə baxın. Bu gün qalıq 0'dır.
Sabah 3-cü gün 1-dir, 4 2-dir, 5 3-dür, 6-cı gün 4-dür, bazar günü, yəni 7-ci gün 5-dir, növbəti 1-ci gün 6-dır. Artıq növbəti həftənin 2-ci günü təkrar, yəni hər bir növbəti həftənin bu günü yenə qalır 0-dır. Bunu yadda saxladıq. Baxın, bu gözümüzün qarşısında olsun. Sonra 95 mod 7-yə bölünməsindən alınan qalığı tapaq. Baxın, həftə 7 gündən ibarət olduğu üçün. Baxın, bu gün 2-ci gündür. Qalığımızı götürdük 0. Növbəti günlərdə 1 artdı. Birinci gündə artıq 6 alındı. Sonra növbəti 2-ci gün təkrar 0. Baxın, bu şəkildə gedir. Hər gün üçün biz bilirik ki, qalıq neçədir? 95-in 7-yə bölünməsindən alınan qalığımız x-dir. Yəni, bu x-i tapaq. 95 gün sonradır. Evet, 95'i 7'ye bölündə neçə qalıq verəcək? Yəni 95'i bölək 7'ye. On üç eləyir səhv eləmirəmsə 91. Çıxanda 4. Qalıq 4 alınır. 13 tam qalıq 4. Yəni x bərabərdir burada. 4'ə. Baxın, bu 4, bu qalıq. X 4 elədi. Və 4 də hansı günün gündür? 5-ci gün. Baxın buranı. Deməli 95 bu gün 2-ci gündürsə, 95 gün sonra həftənin 6-cı günü şənbə günü olacaq. Təkrar həllinə baxaq. Bu gün həftənin 2-ci günüdür. 95 gün sonra həftənin neçənci günü olacaq? Həftə 7 gündən ibarətdir. Bu gün 2-ci gündürsə, qalıq götürdük 0. Növbəti gün 1, 2, 3, 4 bu qaydada. Hər gün üçün 0'ı 7'yə bölünməsindən alınan qalığı tapdıq. Bu qaldı gözümüzün qarşısında. Sonra 95 gün sonra deyirdi. Həmin 95'i 7'yə bölünməsindən alınan qalığı tapdıq. 4. 4 görək hansı günə uyğundur? Baxın 4. 6-cı gün, şənbə günü. Deməli 95 gün sonra, əgər bu gün 2-ci gündürsə, 95 gün sonra həftənin 6-cı günü, şənbə günü olacaq. Çox maraqlı misaldır həqiqətən. Başqa bir misalımıza baxaq. x x daxildir. Natural ədəd olarsa, x-in minimum qiymətini tapın. Baxın, 2x-in 5'ə bölünməsindən alınan qalıq 3 olarsa,
X və X natural ədəddirsə, yəni natural ədədlər çoxluğuna daxildirsə, X-in minimum qiymətini tapın. Hər iki tərəfdən 3 çıxaq. 2 X çıxılsın 3 0 mod 5 mod 5 Deməli 2x çıx 3 nədirsə, 5-ə bölünəndə qalıq 0 alınır. Yəni 5-ə tam bölünən ədəddir. Bu 2x çıxılsın 3. 5-ə tam bölünən ədəddir. Ən kiçik olması üçün 5-ə tam bölünən ən kiçik natural ədəd nədir? 5-dir. Sonra 10-dur. Sonra 15-dir. Sonra 20 və s. Bu qaydada gedir də. Sonsuza qədər. Bunlardan ən kiçiyi, baxın 5-ə tam bölünən natural ədədlərdən ən kiçiyi 5-dir. Birinci 5-i qoyub yoxlayacağıq. Əgər alınmasa 10-u, sonra digərləri. 10 görə ki, ən kiçiyini istəyir. Yazırıq 2x çıxılsın 3 bərabərdir 5-ə. 2x bərabərdir 3-ü əks işarə tənliyi sağ tərəfinə keçirdirik 8. Yəni 5 üstəgən 3 8. X də bərabərdir 8-i bölürük 2-yə 4. X-in minimum qiyməti, yəni X minimum bərabərdir 4-ə. Başqa bir misalımıza baxaq. -11 X mod 8 X bərabərdir sual. -11, baxın, 8-ə böləndə qalır x alınır. Bu misalın həlli zamanı mənfini yox etmək üçün modul ədədin 8-in qatlarını -1-ə əlavə edirik. Baxın, mənfini yox edənə qədər 8-in qatları -1-ə əlavə edirik. -11-ə əlavə edirik. Birinci yazsaq, -11 üstəgəl 8-in bir qatı 8. Baxın, bu qaydanı da sizə deyim. Buradakı modun içərisindəki buradakı ədədi qatlarını bura əlavə etmək olar. Yəni 1 qatın, 2 qatın, 3 qatın. Mənfini yox etmək üçün bunun qatlarını əlavə edirik. 1 qatını əlavə etdik birincisi. Baxın, diqqət edin, bura əlavə edəndə burada eləmədik. Normalda tənlik kimi hər iki tərəfə əlavə edirdik axı. Ancaq buradakı ədədin qatıdır deyə. Məsələn, 5 əlavə etsək, 5-ə hər iki tərəfə əlavə edəcəkdik. Ancaq buradakı ədədin qatlarıdır deyə. Bunu sadəcə bura əlavə edə bilərik. Bir qatını əlavə etdik 8-i. Eləyəcək -3 X mod 8.
Mənfi yox olmadı. Deməli ki, bir qat əlavə eləmək bizə sərf etmədi. Yazırıq -11 üstə gəlinsin 8-in 2 qatı yoxlayırıq bu dəfə 16. Yenə də bu 8-in qatı olduğu üçün burada təkrar əlavə etməyə ehtiyac yoxdur. X mod 8. Buraya eləyəcək 5. X mod 8. Deməli 5-i 8-ə böləndə baxın bu alındı. 2 qatını əlavə elədik 8-i. 5 böl 8 x bu da baxın bura. Bundan kiçikdir deyə yəni mənası olmadı. Baxın normalda bu elə bir ədəd olmalıdır ki, bundan böyük olmalıdır ki, bunu buna böləndə qalır bu alınsın. 5-i 8-ə böləndə qalır 5 alınır, düzdür. Amma biz bu nəticədə biz buradakı ifadəni dəyişəndən sonra belə bir şey alınsa, yəni buradakı ədəd böləndən kiçik alınsa, bunun mənası yoxdur. Bunu davam etmirik. 8-in gəldik neçə qatını əlavə edək? 3 qatı. -11 üstə gəl 8-in 3 qatı 24. X mod 8. On üç eləyəcək bu. Baxın artıq buradakı ifadə buradan böyük alındı. Baxaq. 13-ü 8-ə böləndə qalır 5 alınacaq. Bir dəfə də davam eləsək, -11 üstə gəlsin 8-in 4 qatı 32 x-ə mod 8. Neçə eləyir? -21 üzr istəyirəm, mənfi yox, 21 səhv oldu. Aha. 21-i də 8-ə böləndə qalır neçə eləyəcək? 5. Bu şəkildə davam eləyəndə hamısında görürük ki, 5 alınır. Nə qədər davam eləsək görəcəyik ki, x neçə alınır? 5-ə. X 5-ə bərabər olur. Bu misalımızı da belə həll etdik. Yəqin ki, aydın oldu. Başqa bir misala baxaq. Beş
x mod 8. Baxın, belə bir misal. 5'i 8'e böləndə qalıq x alınır. Burada 5 özü qalıqdır, çünki 5 kiçikdir 8'dən. 5 özü qalıqdır. Deməli, x də bərabərdir 5'ə. Baxın, yəni bunu artırmağa da əslində heç ehtiyac yoxdur. Artıra da bilərik. Məsələn, dedik ki, bunu qatı qədər artıra bilərik. Bir qatın gəldik üzərinə. 5 üstəgəl 8 x mod 5. Mod 8. 13 Burada da x nəyə bərabər eləyəcək? Yenə 5'i. Biz bilirik ki, ümumiyyətlə, baxın, belə ifadələrdə bölünən, böləndən kiçikdirsə, qalıq yenə bölünənin özüdür. Misalımızda belə izah etdik. Bu çox asan idi. Qaydanı öyrənək. Modul ədəd anlayışında ədədin sonuncu rəqəminin təkrarlanma periodları və alınan qalıqlar. Baxın, buna aid misallar işləyəcəyik indi. Modul ədəd anlayışında ədədin sonuncu rəqəminin təkrarlanma periodları və alınan qalıqlar. Təkrar edirəm. Bu çox önəmlidir. Modula aid mod almağa, yəni bu dərsə aid sizin rastınıza çoxlu misallar çıxa bilər. Ən çox da xüsusən olimpiada tipli misallarda bunlara çox rast gəlinir. Modul ədəd anlayışında ədədin sonuncu rəqəminin təkrarlanma periodları və alınan qalıqlar. Yəni, baxaq. Dəfələrlə təkrar etdik. Yəqin ki, artıq nəyi öyrənəcəyimiz aydın oldu. Nümunələr üzərində izah edək. 2 üstü 26 2 üstü 26'nın 5'ə bölünməsində alınan qalıq 2 üstü 26'nın 5'ə bölünməsindən alınan qalıq. Kalkulatorumuzu da açaq. Kalkulatoru açanda narahat olmayın. 2'ni 26 dəfə özünə vurmayacaq. Yəni, riyaziyyatçı belə bir həll yolu heç vaxt seçməz. Biz bunu məntiqlə, əsl riyaziyyata uyğun qaydada həll edəcəyik. 2 üstü 26'nı 5'ə bölünəndə görək qalıq neçə alınır. Yəni, bizə lazım olan budur. 2 üstü 26 qalıq alınır x modda 5. Mod 5. Gəlin əvvəlcə 2'nin qüvvətlərinə əsasən sonuncu rəqəmin təkrarlanma periodunu, yəni dövrün təyin edək. 2 üstü 1 2 üstü 1'in 5'ə bölünməsindən alınan qalıq neçədir? 2. Çünki bilirik ki, artıq
bölündən kiçikdirsə, qalanı yenə bölünənin özüdür. 2 üstü 1 2-dir. 2-nin 5-ə bölməsindən A-la qalır neçədir? 2. 2-nin kvadratının, yəni 2 üstü 2-nin 5-ə bölünməsindən A-la qalır 4-dür. Çünki 2-nin kvadratı 4-ə bərabərdir və 5-dən kiçikdir. Bölündən kiçik olduğu üçün qalır yenə bölünənin özüdür. 2-nin kubuna baxaq. 2-nin kubu. 2-nin kubunun 5-ə bölünməsindən alınan qalır 3-dür. İki üstü kub neçədir? 8. 8-in 5-ə bölməsindən alınan qalır 3-dür. Çünki 8-i 5-ə böləndə 3 qalır. Bir dəfə də davam edək. 2 üstü 4. 2 üstü 4 neçədir? 16. 16-nın 5-ə bölməsindən alınan qalır neçədir? 1. Period bizdə neçə oldu? Period 4. Dörd dəfə deməli təkrarladıq. Qalır 1 alındı. Baxın 2 üstü 4-də 2 üstü 4-ün 5-ə bölməsindən alınan qalır 1-dir. Bu bizim üçün çox önəmli bir şeydir. 1-i ki tapdıq, elə bil ki bu tip misallarda həyatımızı xilas elədik. İki üstü 26. 26-nı gəlin bölək 4-ə. 26 dedim, 24 yazdım. 26-nı bölək 4-ə. 6-nı 4-ə vururuq, 24. Qalır 2. Baxın, 2 üstü 26-nı belə yaza bilərik. 2 üstü 26 bərabərdir. Yəni bil ki 2 üstü 6-nı 2 üstü 4-ü 6 dəfə özünə vurur. 2 üstü 4 vur, 2 üstü 4 vur, 2 üstü 4 6 dəfə. Sonra vur 2 üstü 2. Belə də yaza bilərik. 2 üstü 4 üstü 6. Çünki 6-nı 4-ə vuracaq bu halda. Vurulsun 2-nin kvadratı. 2 üstü 4-ün 5-ə bölməsindən alınan qalır 1-dir. Elə bil ki 1 üstü 6 eləyəcək yenə 1. Burada 2-nin kvadratı 4 eləyir. Bura 1-dir. Bura 3-ün olacaq 1. Bura 3-ün olacaq 2 üstü 2-nin kvadratı neçədir? 4.
1 vur 4 bərabər eləyəcək 4-ə. Cavab deməli bizdə neçə eləyəcək? 4. Təkrar baxaq. Baxın, 226-nı 5-ə bölməsindən alınan qalığı tapmalıyıq. Birinci elə bir dövr tapmalıyıq ki, 2-nin üstü görək neçə olanda 5-ə böləndə alınan qalıq 1 alınır. 2 üstü 1-i yoxladıq 2. 2-nin kvadratını yoxladıq 4. 2-nin kubunu yoxladıq 3. Və 2 üstü 4-ü yoxladıq 1. Deməli, periodumuz 4-dür. 2 üstü 26-nı 2 üstü 4-ün nəsə qüvvəti kimi göstərdik. 2 üstü 4 üstü 6. Demək ki, 2 üstü 4 üstü 6, yəni 6-nı vur 4-ə, 2 üstü 24 deməkdir. 2 üstü 4-dən 1 alınır. 1 üstü 6, 1 eləyir. 2-nin kvadratı 2 üstü 26-nı elə bil ki, 2 üstü 24 vurulsun 2-nin kvadratı kimi göstərdik də 2 üstü 24-ü də 2 üstü 4 üstü 6 kimi göstərdik. Bu yenədir 1. 1 üstü 6 1, yenə 1-dir. 2-nin kvadratı da 4. 2-nin kvadratının 5-ə bölməsindən alınan qalıq 4. 1-i də 4-ə vuranda 4. Deməli, cavab oldu 4. Yəqin ki, bu da aydın oldu. Çətin görünməyinə baxmayın, çox rahatdır. Qaydamız budur ki, nə zaman ki 1 alındı, deməli təkrarlanma periodu tamamlandı. Başqa bir misalımıza baxaq. 4 üstü 65 ədədi 4 üstü 65 ədədinin 7-yə bölməsindən alınan qalığı tapın. 7-yə bölməsindən alınan qalıq sual. Birinci nəyi tapırıq? 4 üstü 1-in 7-yə bölməsindən alınan qalıq 4-dür. Sonra 4-ün kvadratı neçə eləyir? 16. 16-nın 7-yə bölməsindən alınan qalıq 2-dir. Sonra 4-ün kubu 4 4-ə 16, 16-nın 4-ə 64, 64-ün də 7-yə bölməsindən alınan qalıq 1-dir. Artıq periodumuzu tapdıq. Period 4. Period üzr istəyirəm 3. Deməli, qaydamız nə idi? Qalıq 1 alınana kimi davam eləyirdik. 1 alınanda artıq periodumuzu tapmış olurduq. 1, 2, 3. Period 3-dür. 4 üstü 65. 4 üstü 65.
bərabərdir yazırıq. 65-i bölək neçəyə? 3-ə. Periodumuza. Altmış 63-ü böləndə 21. 63 qalır 2. Baxın, belə elədik. Bunu yaza bilərik. 4 üstü 63 vurulsun 4 üstü 4-ün kvadratı. Bilirik ki, qüvvət üstünləri toplanır bu zaman. 65-i onun üçün belə yaza bildik. 4 üstü 65, 63-ü də 4 üstü 3-ün üstü 21 şəklində yaza bilərik. Vurulsun yenə 4-ün kvadratı bərabərdir. Aha. 4 üstü 3-ü də 1 alınır, bilirik ki. 4 üstü 2-də neçə alınır? 2. Yəni 1-in bərabəri sinək. 1 üstü 21 vur 2-yə. Bərabər eləyəcək. Yəni 1 üstü neçə onsuz da 1-dir. 1 vur 2, 2. Cavab eləyəcək 2. 4 üstü 65-in 7-yə bölməsindən alınan qalıq 2-dir. Başqa bir misalımıza baxaq. Iyirmi üç üstü 6n üstəgən 11 vur 29 üstü 7n üstəgən 81 mod 7. Onarsa x'i tapın. 23 üstü 6n üstəgən 11 vur 29 üstü 7n üstəgən 81. Deməli, ədədlərimiz budur. 23 üstü 6n üstəgən 11 vurulsun 29 üstü 7n üstəgən 81. Yeddiyə bölməsindən alınan qalıq hər hansı x'dir, x'i direkt tapın. Birinci biz burada bu tərəfi ayrı, bu tərəfi isə ayrı hesablamalıyıq.
Bir qədər uzun çəkə bilər, ayrı-ayrı hesablamalıyıq. Ayrılıqda 7-yə bölünməsindən alınan qalığı tapırıq. 23-ü bölürük 7-yə. Böl 7-yə. 3, 3'ü 7'ye 21, 2. Yani 23 2 mod 7. üçün 7'ye bölməsindən ona qaldı 2. Deməli biz burada 23'ün əvəzinə, yəni 2 üstü 6 n üstə gəl 1 yaza bilərik. 2 üstü 6 n üstə gəl 11 yaza bilərik. Baxın, bunun yerinə bunu yazdıq. Sonra 29. 29'u 7'ye bölürük, onun qalığı tapırıq. Dördü 7'ye 28. Qalıq neçədir? 1. Yəni 29 qalıq 1'dir. Mod 7. Bu zaman 29 üstü 7'nin üstə gəlir 81 əvəzinə elə 1 üstü yaza bilərik. Bir üstü 7n üstə gəl 81 yaza bilərik. Bu şəkildə 23 üstü 6n üstə gəl 11'in əvəzində deməli qoyduq 2 üstü 6n üstə gəl 11 və 29 üstü 7n üstə gəl 81'in əvəzinə də 1 üstü 7n üstə gəl 81'i yerləşdirdik. Gətirək bunu da yuxarı. Yenə. Buradan birinci buna baxacağıq. Sonra ikinci buna. 2 üstü 6n üstə gəl 11'in 7'ye bölünməsindən alınan qalıq. 2 üstü 1'in 7'ye bölünməsindən alınan qalıq 2'dir. Mod 7. 2'nin kvadratının 7'ye bölünməsindən alınan qalıq 4'dür.
Sonra 2'nin kubunu. 2'nin kubu neçədir? 8. 2 üstü 8 yazdım. 2'nin kubu 8'in 7'yə bölməsində nə ilə qalır? 1'dir. Mod 7. 1'i aldıqsa artıq periodu tapmışıq deməkdir. Periyod 3 periyodumuzu tapdıq. 3 və əsas hissəni əldə etmiş olduq. 2 üstü 6n üstəgən 11. 2 üstü biraz yuxarıdan yazaq. 2 üstü 6n üstəgən 11'i biz fərqli formalarda göstərməliyik ki, 3-ə uyğun olsun. Necə? Üstəgən 11. Üstü 6n üstəgən 9 vur 2'nin kvadratı bərabərdir. Üstlərin bilirik ki, toplayırıq belə yazmaq olar. 9'una 2'ni toplayanda 11'in yazır. 11'i bu şəkildə yazdım. 9 və 2. Bunu yazırıq. 2'nin kubu üstü. Burada neçə olsun? Hər bir 6n üstəgəl 9'u bölürük 3'ə. 2n üstəgəl 3 vur olsun 2'nin kvadratı. Baxın 2'nin kubu neçədir? 1'dir. Bura 1'dir deyə 1'i neçə dərəcədən qüvvətə yüksəltsək onsuz da 1 eləyəcək. 2'nin kvadratının 7'yə bölməsindən alınan qalıb neçədir? 4. 1 vur 4, bu da eləyəcək 4. Deməli biz bu tərəfi tapdıq ki, 4. Dördü tapdıktan sonra artıq işimiz rahatdır. Bir üstü 7n üstəgəl 81. Bir üstün 1'i neçənci dərəcədən qüvvətə yüksəltsən, onsuz da 1 eləyir. 1'in 7'yə bölməsindən alınan qalınlıq da 1'dir. Yəni 1'i neçənci dərəcədən təkrar edirəm, qüvvətə yüksəldirsinizsə yüksəltin. 1'ə bərabər eləyəcək və 1'in də 7'yə bölməsindən alınan qalınlıq yenə 1'dir. Deməli bura 4'dür. Bunun 7'yə bölməsindən alınan qalınlıq 4'dür. Bu birisinin isə 1'dir. 4'ü də 1'ə vuranda neçə eləyir? 4. Üstü 6n üstəgən 11 bunun 7'yə bölməsindən alınan qalınlıq tapdıq ki 4'dür. 1 üstü
7'nin üstəgəl 81'in də 7'yə bölməsindən ondan qalır, yenə 1'dir. 1 üstü 7 n üstəgəl 81'in də 7'yə bölməsindən ondan qalır, yenə 1'dir. Biri də 4'dür, də 1'ə vurduq, yenə 4. Cavab aldıq 4. Çətin göründü, biraz vaxt aparandır, ancaq yəni sadəcə çətinliyi vaxt aparanlığındadır. Bu tip misalların həllinin məntiqini biləndən sonra burada heç bir çətin bir şey yoxdur. Asandır. Növbəti misalımıza baxaq. 16 üstü 16 faktorial üstəgəl 35 üstü 49 mod 17 16 faktorial üstəgəlinizin 35 üstü 49 17'yə bölməsindən alınan qalır x-dir. Buradan x-i tapın. Ayrı-ayrı eləyirik. Baxın, toplananların hər birini. Birinci bunu, sonra isə digər. Yəni birinci burada rahat bu olacaq nisbətən. Ona görə bununla başlayaq. 35 üstü 47'nin 17'yə bölünməsindən alınan qalır. 35'i bölürük 17'yə. İki dəfə 34 qalır 1'dir. Deməli 35 üstü 1'in 17'yə bölünməsindən alınan qalır 1'dir. Otuz beş üstü 48'in də, üzr istəyirəm, 49'un da 17'yə bölünməsindən alınan qalır eləyəcək 1. Otuz beş üstü deməli 49'un da 17'yə bölünməsindən alınan qalır eləyəcək 1. Buranı tapdıq. İndi qaldı 16 faktorialın 17'yə bölünməsindən alınan qalığı tapmağımız.
Bizim belə bir qaydamız var ki, gəlin bunu yazaq. Riyaziyyatda belə bir qayda var ki, m sadə ədəd m bərabər 17 olarsa m çıxılsın 1 faktorial yəni bu işarəni belə yazaq. Baxın, belə yazaq. -1 artıq götürək bunu. -1 buradan sonra götürək bu altdan xətti bərabərdir -1 mötərizədə mod 10 m. Deməli, belə bir qaydadır bu. M sadə ədəd olarsa, M sadə ədəd misal üçün bizim misaldakı kimi 17 olarsa, bunu yazmayaq. M sadə ədəd olarsa, M çıxılsın 1-in faktorialının M-ə bölünməsindən alınan qalıq -1-dir. Yəni, baxın təkrar deyirəm, M əgər sadə ədəddirsə, M çıxılsın 1-in faktorialının M-ə bölünməsindən alınan qalıq 1-dir. Bizim nümunədə M neçədir? 16. Bu da modda 17. 17 sadə ədəddir. Baxın, M bizdə 17-dir. Bizim nümunəmizdə M bərabərdir 17. Yəni, M çıx 1, 16 faktorialının 16 faktorialının 17-yə bölünməsindən alınan qalıq -1 eləyəcək. M 17 həmçinin sadə ədəddir axı. Baxın, bizim nümunədə 17 sadə ədəddir. Ona görə 16 faktorial 16 faktorialın 17-yə bölünməsindən alınan qalıq -1 eləyəcək. Deməli, burada bunun yerinə qoyuruq -1-i.
Üzərinə gəlirik. 35 üstü 49'da neçə almışdıq? 1. Üstəgəl 1 bərabərdir. Neçə eləyəcək? 0. Deməli bunun, bu ifadənin 17'yə bölməsindən A-la qalır, eləyəcək 0. 16 faktorial üstə gəlinsin 35 üstü 49. Mod 17. X də bərabərdir nəyə? 0'a. Başqa bir misala baxaq. Daha doğrusu artıq misallarımız bitdi. İndi isə qaydamıza baxaq. Bir neçə qayda verək və bununla da bu dərsimizi tamamlayaq. Moduna görə bərabər olan ədədlər üçün xassələr. Moduna görə bərabər olan ədədlər üçün xassələr. Yazırıq qaydamızı. X mod M və Z-in M-ə bölünməsindən alınan qalıq T-dir. Deməli, X-in M-ə bölünməsindən alınan qalıq Y-dir. Z-in M-ə bölünməsindən alınan qalıq T-dir. Birinci qayda. X üstəgəl Z M-ə bölünməsindən alınan qalıq Y üstəgəl T-yə bərabərdir. Mod M. Deməli, X-in M-ə bölünməsindən alınan qalıq Y-dirsə və Z-in M-ə bölünməsindən alınan qalıq T-dirsə, X üstəgəl Z-in M-ə bölünməsindən alınan qalıq Y üstəgəl T-yə bərabərdir. İkincisi. X çıx Z-in M-ə bölünməsindən alınan qalıq Y çıx Z-ə bərabərdir. Üzr istəyirəm, Y çıx T-yə bərabərdir. X
çıx z-in m-ə bölünməsindən alınan qalıq y çıx t-yə bərabərdir. Mod m. Sonra x vur z-in m-ə bölünməsindən alınan qalıq y vur t-yə bərabərdir. X vur z-in m-ə bölünməsindən alınan qalıq y vur t-yə bərabərdir. Mod m. Dördüncü k vurulsun x-in baxın bunun hər iki tərəfin x-in əgər x-in m-ə bölünməsindən alınan qalıq y-dirsə, bunun hər iki tərəfin tənlik kimi bilirik ki, eyni bir k ədədinə sabit ədədə vura bilərik. K vurulsun x bərabərdir k vur y mod m. K vurulsun x-i, elə bil ki, k-nın x-in m-ə bölünməsindən alınan qalıq y-dirsə, hər iki tərəfi hər hansı sabit bir k ədədinə vura bilərik. X vur k-nın da m-ə bölünməsindən alınan qalıq x vur y-ə bərabərdir. Və nəhayət sonuncu 5-ci qaydamız. Əgər x-in m-ə bölünməsindən alınan qalıq y-ə bərabərdirsə, x üstü n-in m-ə bölünməsindən alınan qalıq da y üstü n-ə bərabərdir. Eyni dərəcədən, n-ci dərəcədən qüvvətə yüksəldə bilərik. Bu qaydaları da əzbərləyin, rahatdır. Görürsünüz, başa düşülməsi kifayət qədər rahat qaydalardır. Bu dərsdəyəcəklərimiz bu qədər və bununla da artıq natural ədədlər mövzusunun sonuna çatdıq. Növbəti dərslərimizdə artıq, növbəti riyaziyyat dərslərimizdə riyaziyyatın digər bölmələrini öyrənməyə davam edəcəyik. Dərsə aid hər hansı sual, təklif, irad olarsa videonun altına rəy bölməsinə qeyd edə bilərsiniz. Əgər dərslərimiz faydalı gəlirsə, kanalımıza abunə olmağı, rəylər yazmağı və paylaşmağı unutmayın ki, çox insan baxıb faydalana bilsin. Bu dərslik bu qədər. Növbəti dərslərimizdə görüşənədək salamat qalın əziz şagirdlər.